Salam dostlar, heç fikir vermisiniz, bəzi balıqçılar sanki həmişə bəxtəvər olur, elə deyilmi? Yəqin düşünürsünüz ki, sir bahalı yemlərdədir. Amma inanın, məsələ bundan qat-qat dərindir. Gəlin bugün uğurlu bir ovu təsadüfdən əsl sənətə çevirən o bütöv ləvazimatlar sisteminə birlikdə başvuraq. Bax, əsas sual elə budur. Uğurlu bir balıq ovuna həqiqətən nə müəyyən edir? Düzünü deyin, ağlınıza ilk gələn yaxşı bir yem oldu, hə? Amma bu hekayənin sadəcə başlanğıcıdır, icebergin görünən üzü kimidir. Gəlin suyun altındakı o gizli detallara, əsl sırlara birlikdə baxaq. Və bilirsiniz, bu fikir əslində hər şeyin özəyidir. Ən bahalı qarmaqdan tutmuş, ən müasir jiletə qədər. Hər şeyin, amma hər şeyin tək bir məqsədi var. Balıqla o sehirli anı yaşamaq, o təması qurmaq. Bax, məhz buna görə də istifadə etdiyimiz hər bir ləvazimatı diqqətlə düşünərək seçməliyik. Gəlin görək, bugün nələrdən danışacağıq. Əvvəlcə yem seçimindən, xüsusilə də müasir silikonlardan başlayacağıq. Sonra ovumuzu təhlükəsiz idarə etmək üçün lazım olan alət dəstinə keçəcəyik. Ən vacibi, özümüzü, yəni balıqçının komfort və qorunmasını unutmayacağıq. Və sonda bütün bu parçaları bir araya gətirib, əsl uğur sistemi necə qurulur, onu müzakirə edəcəyik. Yaxşı, gəlin başlayaq ən kritik nöqtədən, yəni yem seçimindən. Düzdür, biz daha böyük mənzərəyə baxacağıq, amma gəlin razılaşaq ki, balıqla ilk salamlaşma məhz yem vasitəsilə baş verir. Bütün hekayə oradan başlayır. Bəs niyə məhz müasir silikonlar? Hə, bir anlıq o teksturanı təsəvvür edin. Mənbədə deyilir ki, ona toxunanda elə bilirsən canlı balığa toxunursan. İndi fikirləşin. Durna balığı kimi hiləgər bir yırtıcı üçün bu real hiss nə deməkdir? Bu hər şey dəyişir. Üstəlik o ultra bönövşəyi rənglər, bulanlıq suda belə sizin yeminizi sanki bir mayaka, bir fənərə çevirir. Yaxşı, təsəvvür edək ki, o mükəmməl silikon yem öz işini gördü və trofeyiniz artıq qarmağın ucundadır. Super. Bəs sonra? Bax, məhz bu məqamda doğru alət dəsti işə düşür. Bu alətlər təkcə işinizi asanlaşdırmır, həm sizin, həm də balığın təhlükəsizliyini təmin edir. Gəlin görək, bu dəstə nələr olmalıdır? Bax, bunlar təcrübəli bir balıqçının əsl gizli silahlarıdır. Bunlar elə-belə metal parçaları deyil, yox. Bunlar sizi ən çətin vəziyyətlərdən çıxaracaq köməkçilərdir. Gəlin indi hər birinin nəyə görə bu qədər vacib, hətta vazkeçilməz olduğuna ayrı-ayrılıqda baxaq. Ah, bu alət, bu əsl xilaskardır, inanın mənə. O kiçik, inadkar metal halqaları dırmaqlarınızla, dişinizlə açmağa çalışdığınız o əsəbi anları bir xatırlayın. Hamımız yaşamışıq. Bax, plaskagupsı deyilən bu kəlbətinlər o problemi saniyələr içində özü də barmaqlarınızı zədələmədən həll edir. Əsl səmərəlilik və təhlükəsizlik bax budur. Gəldik zajeninlərə, yəni forsepslərə. Bunlar da başqa bir kritik anda həyat qurtarır. Təsəvvür edin, yırtıcı balığın o iti dişlərlə dolu ağzından qarmağı çıxarmaq. Həqiqətən riskli ola bilər. Bax, bu alət sizə imkan verir ki, həm öz əllərinizi qoruyasınız, həm də balığa ən az zərərlə o qarmağı çıxarasınız. 2 qat qazanc. Bu isə demək olar ki, dahiyanə dərəcədə sadə bir həldir. Düzünü deyin. Neçə dəfə olub ki, qayçını, kəlbətini, nəsə bir şeyi suya salmısınız. Bu geri çəkilən mexanizmlə alətləriniz həmişə, amma həmişə əlinizin altındadır. Jiletinizə bərkidilmiş vəziyyətdə. Çək, işini gör və sadəcə burax. Özü avtomatik yerinə qayıdır. Bundan sadə və effektiv nə ola bilər ki? Və təbii ki, rəqəmsal tərəzi. Hər balıqçının danışdığı hekayənin rəsmi sübutu. Bu, gözəyarı təxminlərə, vallah böyük idi söhbətlərinə son qoyur. 50 kiloqrama qədər çəkmə qabiliyyəti o deməkdir ki, tutduğunuz hər bir trofeyin dəqiq çəkisini biləcəksiniz. Hekayəniz artıq rəqəmlərlə danışacaq. Yaxşı, balıq üçün hər şeyi hazırladıq. Bəs bu prosesin mərkəzindəki insan, yəni balıqçının özü. İndi gəlin biraz da diqqəti özümüzə yönəldək. Çünki unutmayın, əgər siz rahat və təhlükəsiz deyilsinizsə, ən yaxşı avadanlıqlar belə sizə o gözlədiyiniz həzzi verməyəcək. Bax, bu sadəcə bir papaq deyil. Əsl İsveçrə ordu bıçağı kimidir. Bir baxın, hər bir problemə bir həll təklif edir. Kəskin günəş var, yan pərdələri endirin. Ağcakanatlar narahat edir, gizli toru çıxarın. Sudan gələn parıltı gözünüzü qamaşdırır. Geniş günlüyü var. Hələ bu harasıdır. Baş ölçüsünə görə də tənzimlənir. Hər şey düşünülüb.
Xilasedici jiletə də sadəcə bir təhlükəsizlik tədbiri kimi baxmaq doğru deyil. Müasir jiletlər bundan çox daha artığıdır. Əslində bir növ geyilə bilən alət çantasıdır. Ciblər sayəsində ən vacib ləvazimatlarınız həmişə əlinizin altında olur. Üstəlik, təhlükəsizlik fitili, etibarlı ayaq kəmərləri kimi detallar onun əsas funksiyasını, yəni sizin təhlükəsizliyinizi tamamilə yeni səviyyəyə qaldırır. Və budur ən təsir edici rəqəm. 120 kiloqram. Bilirsiniz bu nə deməkdir? Bu, qayıqda, suyun üzərində olarkən tam bir rahatlıq, tam bir axayınlıq deməkdir. Bu rəqəm elə belə bir texniki göstərici deyil, yox. Bu, sizin təhlükəsizliyinizin zəmanətidir. İndi isə gəlin bütün bu ayrı-ayrı parçaları bir yerə yığaq. Yemlər, alətlər, şəxsi komfort. Bunların hamısı bir-biri ilə necə əlaqələnir? Cavab çox sadədir. Uğurun əsl açarı sistemli düşünməkdədir. Əsas çıxaracağımız nəticə budur dostlar. Yemlər, alətlər, şəxsi qoruyucu vasitələr, bunların hamısı bir-birini tamamlayan bir sistemin, bir zəncirin halqalarıdır. Biri olmasa digəri natamam qalır. Amma siz bu elementləri bir araya gətirib mütəşəkkil bir şəkildə istifadə edəndə artıq sadəcə balıq tutmursunuz. Siz bu sənəti əsl ustalıqla icra edirsiniz. Və gəlin bu söhbətimizi mənbə müəllifinin bu gözəl, səmimi arzuları ilə yekunlaşdıraq. Bu sözlər bizə bir daha xatırladır ki, balıqçılıq təkcə böyük balıqlar tutmaq deyil, həm də bir cəmiyyət olmaq, bir-birimizə xoş arzular diləmək deməkdir. Və sonda özünüzə verəcəyiniz bir sual. Bütün bu danışdıqlarımızdan sonra bir düşünün. Sizin şəxsi sisteminizdə hansı ləvazimat, hansı parça əskikdir? Kim bilir, bəlkə də növbəti trofeyiniz, o unudulmaz ovunuz məhz o kiçik bir əlavədən asılıdır.